Bir çox suallar gəlir ki, doktor, kişilərdə testosteronun azalması hansı əlamətlərlə özünü biruzə verə bilər? Kişilərdə müəyyən yaşlarda, bəzi 25, bəzilərində 30, bəzilərində 40 yaşından sonra testosteron hormonunun sintezinin azalması müşahidə olunur. İlk əlamətlərdən biri bədən kütləsinin dəyişilməsidir. Yəni bədənin əzələ kütləsinin pi toxuması ilə əvəz olunmasıdır. Bədənin müxtəlif nahiyələrində pi toxumasının qalınlaşmasını görmək olur. İkinci əlamətlərdən biri saçların tökülməsidir. Yəni kişilərdə vaxtından əvvəl keçəllik, dazlıq müşahidə olunur. Bu bəzi insanlar onu nəsli olaraq bir əlamət kimi göstərirlər ki, yəni bizim nəsildə də var, babada və yaxud da atamda. Amma bu tam qeyri-düzgün olmayan bir informasiyadır. Növbəti əlamətlərdən biri ayaqlarda, bədəndə olan yorğunluq hissinin artması və ən əsas da cinsi həvəsin azalması, erektil disfunksiya təbii ki, sonsuzluqla da nəticələnə bilir. Əgər bu əlamətlərdən hansısa birinin və yaxud da bir neçəsinin bir yerdə müşahidə olunması rastınıza gəlirsə, demək ki, kişilərdə kişi cinsi hormonu testosteronun səviyyəsinin azalması müşahidə olunur. Vaxtında həkiminizə müraciət edin ki, bu problemlərin qarşısı da vaxtında alınsın.